1826-cı ildə Azərbaycan torpaqlarına yiyələnmək uğrunda Çar Rusiyası ilə İran arasında yeni, ikinci müharibə başladı. Şəmkir və Gəncə döyüşlərini qələbə ilə başa çatdıran Rusiya qoşunları 4-cü dəfə İrəvan xanlığına soxuldu. 1827-ci ilin oktyabrında Naxçıvan və İrəvan xanlıqlarında işğal edən Rus qoşunlarının cənuba yürüşü başlandı. Çox keçmədən Təbriz və Mərənd işğal edildi. Məğlub olan Qacar qoşunlarının baş komandanı Şahzadə Abbas Mirzə geri çəkilməyə məcbur oldu və sülh danışıqları üçün General Paskeviçə müraciət etdi. Naxçıvan və İrəvan xanlıqlarını tutmaqla işğal kampaniyasını bitirdiyini hesab edən Çarizm sülh danışıqlarına başlamağa qərar aldı. 1827-ci il noyabrın 6-sında General Paskeviç və Şahzadə Abbas Mirzə arasında Dehqarğanda sülh danışıqları başlandı. Abbasqulova Bakıxanovun da tərcüməçi kimi iştirak etdiyi bu danışıqlar 2 ay davam etmiş, lakin Paskeviçin müharibə və ya təzminat şərtindən sonra uğursuz nəticələnmişdi. Hücumları davam etdirərək Urmiyanı, Ərdəbili, Miyanəni işğal edincə Rusiya qoşunlarının Tehrana yolu açılmış oldu. Şah sülh danışıqlarını bərpa etməyə məcbur oldu. Aparılan sülh danışıqları 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Şahzadə Abbas Mirzə ilə General Paskeviç arasında 16 maddəlik müqavilənin imzalanması ilə nəticələndi. Türkmənçay müqaviləsi 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsini təsdiq etməklə yanaşı, İrəvan və Naxçıvan xanlıqlarında Rusiya imperiyasına birləşdirildiyini elan etdi. Müqavilə Azərbaycanın iştirakı olmadan Çar Rusiyası və Qacar dövləti arasında imzalandı. Türkmənçay müqaviləsi Azərbaycan torpaqlarının rəsmi olaraq ikiyə bölünməsinin əsasını qoymuş, ilk dəfə olaraq Şimali Azərbaycan və Cənubi Azərbaycan terminlərini ortaya çıxarmışdır. Müstəqilliyini itirən Azərbaycan iki müxtəlif dövlətin tərkibində fərqli inkişaf yoluna qədəm qoydu. Müqavilənin şərtlərinə görə İran Rusiyaya 20 milyon gümüş rubl həcmində müharibə təzminatı ödəməli, Araz çayının sol sahilindəki bütün ərazilərdən əl çəkməli, Qafqaza olan bütün haqq və iddialarından imtina etməlidir. Xəzər dənizində hərbi donanma saxlamaq yalnız Rusiyaya şamil edilirdi. Müqavilə nəticəsində Azərbaycanın Osmanlı dövləti ilə əlaqələri deformasiyaya uğradı və iki qardaş arasındakı münasibətlərə ağır zərbə vurulmuş oldu. Türkmənçay müqaviləsindən sonra başlayan Rus-Türk müharibəsində Osmanlı dövlətinə qarşı Azərbaycan əhalisindən də istifadə etməklə Rusiya vəziyyəti daha da gərginləşdirmiş oldu. Ümumiyyətlə, Türkmənçay və Ədirnə müqavilələri nəticəsində Osmanlı dövlətinin Qafqaz ilə əlaqələrinin kəsilmiş olduğunu görürük. Azərbaycan Qacar dövləti ilə Çar Rusiyası arasında bölünməklə bölgədə uzun müddət davam edəcək Rusiya hökmranlığı dövrü başlamış oldu. Müqavilənin səbəb olduğu ən vacib fəsadlardan da biri erməni problemidir. Müqavilənin 15-ci maddəsində Rusiya tərəfindən ilhaq edilən torpaqlara köç haqqı nəzərdə tutulduğu